Çox təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri. Mən də sosial məsələlərlə bağlı bir məsələni qeyd etmək istərdim. Əvvəla, son illər mütəmadi olaraq sosial paketlərin reallaşması Azərbaycanda sosial təminat sisteminin daha da güclənməsinə gətirib çıxarıb. Bu özünü həm əmək haqqı, həm pensiyalarda artımlarla müşahidə edib ki, məhz bugün Azərbaycan minimum əmək haqqı, beləcə də minimum pensiya məbləğinə görə MDB-də ilk yerlərdən birini tutur. Bütün bunlarla yanaşı, rəsmi statistikaya görə Azərbaycanda məşğul əhalinin sayı 5 milyon 304 min nəfərdir və məşğul əhalinin 2 milyon 714 mini qadınlar, digər isə kişilərdir. Eləcə də statistika göstərir ki, qadınlar arasında işsizlik səviyyəsi kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, rəsmi statistikaya əsasən kişilər arasında işsizlik səviyyəsi 4,9%, qadınlar arasında isə 7%-dir. Eyni zamanda kişilərin əmək haqqısı qadınlarla müqayisədə 54% daha artıqdır. Təbii ki, həm əmək haqqı fərqi və eyni zamanda qeyri-fəal əhalinin içərisində qadınların sayının çox olması, hansı ki, rəsmi statistikaya görə bu 66%-dir. Nəticə etibarilə qadınlarla kişilər arasında həm də pensiya məbləğində fərqlərin yaranmasına gətirib çıxarır. Və bir sıra digər, xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Yəni, bunun mahiyyəti ondan ibarətdir ki, qadınlar pensiya yaşını çatan zaman onun pensiya kapitalı xüsusi əmsala vurulur və bununla da qadınların pensiya kapitalında artımlar müşahidə olur və bu icrasda hökumət nümayəndələrinin iştirakını nəzərə alaraq mən də təklif etmək istərdim ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun. Nəzərə alsaq ki, sosial təminat, beləcə də pensiya təminatının gücləndirilməsi cənab prezidentin diqqətində olan əsas məsələlərdən biridir. Ona görə də Azərbaycanda da qadınların pensiya yaşı tamam olan zaman onun xüsusi əmsala, yəni komissiyenta vurulması qadınların pensiya kapitalının artmasına və nəticə etibarilə ilə qadınların daha çox pensiya almasına imkan yarada bilər. Bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərqin aradan qaldırılması və nəticə etibarilə xüsusən pensiya yaşında olan qadınlarımızın sosial təminatının daha da gücləndirilməsi mümkün olsun. Və düşünürəm ki, bu təklifin maliyyət təminatının hesablanması və gələcəkdə tətbiqi imkanlara baxılması məqsədə uyğun olardı. Çünki bu bütövlükdə Azərbaycan həyata keçirilən sosial prioritetin əsas istiqamətlərindən biridir. Təşəkkür edirəm.